Hazırda ölkə məktəblərində məktəblərarası kütləvi mərhələ Qodar Challenge keçirilir. İndiyədək 2 mərhələ uğurla başa çatıb. Həmin mərhələlərdə şagirdlər rəqəmsal bacarıqlarını və alqoritmik təfəkkürlərini sınaqdan keçirmə imkanı qazanıblar. Nəticə etibarilə 5-11-ci siniflər üzrə 400 mindən çox şagird bu prosesə qoşulub. Mənim bilmədiyim şeylər var idi. Bilmədiyim şeylər isə internetdə nəzərsiz alış-verişlər etməmək, tanımadığımız insanlara cavab verməmək ya da internetdə özümüzə aid şəxsi məlumatlarımızı paylaşmamaq idi. İnternetdən çox şey öyrəndim və bu vasitələr sayəsində təhlükəyə girməyəcəm. Hackathlon olimpiyadasında mən süni intellektin əhəmiyyətini öyrəndim. Bunun sayəsində neyronların müxtəlif sahələrdə necə əhəmiyyətini anladım. 27 oktyabr tarixindən etibarən yeni mərhələlər, süni intellekt və informasiya təhlükəsizliyi üzrə tapşırıqlar aktivləşdirilib. Bu mərhələlərdə 6-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Onlar bu sahələr üzrə biliklərini artırmaqla yanaşı, mərhələni uğurla tamamladıqları halda sertifikatla təltif olunacaqlar.